vaxtınız xeyir olsun Avtoidman verilişinin izləyiciləri və avtomobil həvəskarları. Bugün mən Aqil Cəbiyev Ford Club servisinin əməkdaşı olaraq istəyirəm sizlərə avtomobillərdə turbo problemlərindən danışım. Yəni turbo ilə təchiz olunmuş avtomobillərdə hansı problemlər yaranır və onların səbəbi nədir və sürücülərimiz nəyə diqqət edəsin vaxtında ki, həmin o problemlərlə rastlaşmasın. İlk olaraq əlimdə tutduğum ehtiyat hissəsini sizə göstərmək istəyirəm və həmin o ehtiyat hissəsi sizə məlumat verəcəyim turbodur. Hansı ki, avtomobillərə deyərdim ki, nəfəs verir. Yəni, avtomobilin mühərrikinə nəfəs verən bir ehtiyat hissəsidir. Yəni, həmən bu turbo olmasa, avtomobilin mühərriki həmən o istədiyimiz at gücündə olmayacaq. Çünki avtomobil sənayesi inkişaf edildikcə, gördüyümüz kimi mühərrik həcmləri kiçilir və at gücləri isə çoxalır. Buna isə əsas səbəb bu həmən əlimdə göstərdiyim ehtiyat hissəsi olan turbodur ki, yəni turbonun sayəsində mühərrikin həcmini kiçildirlər və at gücünü çoxaldırlar. Yəni avtomobilə bir nəfəs verən ehtiyat hissəsi kimi sayılır. Nədir bu turbo? Turbo nəyə görə xarab olur? Bunun haqqında sizə qısa olaraq məlumat verim, siz də bunlara diqqət yetirin. Turbo əsasən iki hissədən ibarət olur. Əlimdə gördüyünüz bu həmən o bütöv hissədir. Turbonun öz hissəsi, yəni turbonun özü bütövlükdədir, kollektor və katic hissəsi. Bundan əlavə isə turbonun əsas hissəsi olan, yəni bu hissə katic kimi adlandırılan hissədir ki, adətən sıradan çıxan bu hissə olur. Amma elə olur ki, siz yaxınlaşırsınız ustamıza, ya ümumi olaraq həmən o katic hissəsi tapılmır, məcburiyyətdən turbonu bütöv şəkildə dəyişirlər və yaxud da ikinci əllə dəyişirlər. Amma mən sizə qeyd etmək istəyirəm ki, Ford modellərində həmən o turbo hissələri servisimizə mövcuddur və yaxınlaşıb müraciət edib əldə edə bilərsiniz. Amma heç mi istəməzdik ki, yəni o vəziyyətə çatsın ki, avtomobili turbosunu dəyişməli olsun. Ona görə də biz sizə məsləhət görürük ki, avtomobilinizin vaxtında qeydinə qalın ki, həmən bu problemlə üzləşməyəsiniz. Nələr diqqət yetirməlisiniz, onları sizə sadalayım. İlk olaraq, əlimdə tutduğum bu hava filtridir. Bəzən adi bir detal kimi görünsə də, bu hava filtri bir mənalı olaraq turboya güc verən ehtiyat hissələrindən biridir və vaxtında bu dəyişilməlidir. Hər yağ dəyişmədən bir və yaxud da hər iki yağ dəyişmədən bir və həmən hava filtri təmizlənməlidir və həmən hava filtrinin yerləşdiyi qutu olan çıxarılıb təmizlənməlidir. Bundan əlavə olaraq birinci növbədə yağ seçimi, yəni düzgün yağ seçimi olmadıqda turbolarda problemlər başlayır. Yəni vaxtında yağ dəyişilmir və yaxud da ki, düzgün yağ tökülmür. Bildiyimiz kimi həmən o turboda özü də yağla işləyir və düzgün yağ seçilmədiyinə görə avtomobildə müəyyən aşınmalara məruz qalır. Həmən o aşınmalar dəmir qırıntılarıdır. Həmən o dəmir qırıntıları da hər dəfə mühərrikin turbosunun içərisindən yağ keçdikcə bu gördüyünüz pər hissəni zədələyir və bir müddətdən sonra siz özünüz də avtomobildə müəyyən səslərin, əlavə səslərin, fısıltı kimi səslər verir bu və onun şahidi olursunuz və nəticədə turbo sıradan çıxır. Turbonun sıradan çıxaran əlamətlərdən biri də mühərrik səsli işləmədən əlavə olaraq avtomobilin egzoz borusundan, yəni quşi hissəsindən sürücü dilə desək, oradan qara tüstü verir və bundan əlavə olaraq da avtomobildə mühərrikdə görürsünüz ki, yağ azalması baş verir. Və bu yağ azalması siz avtomobil ustası yoxlayır və mühərrik ustası yoxlayır və şahidi olur ki, turbonun özündən yağ axıdır. Bu da demək ki, turbo artıq sıradan çıxıb. Bəs necə bilməli, elektron diaqnostika bunu göstərirmi? Bu sualda sizə aydınlıq verim. Siz avtomobilinizi elektron diaqnostika elətdirərkən P0299 və yaxud da P0234 kimi səhvlər meydana gəlir. Bu isə nə deməkdir? Turbonun təzyiqinin aşağı və yaxud da turbonun təzyiqinin normadan yuxarı olması. Bu isə deməkdir ki, turbo düzgün işləmir. Amma ilk olaraq bu demək deyil ki, siz turbonu dəyişməlisiniz. İlk olaraq siz turbonun sensorları, hansı ki bu sensorlar, əlimdə göstərdiyim bu sensorlardır, bu sensorlar yoxlanılmalıdır. Ola bilir ki, turbonun sensoru sıradan çıxır və həmən turbonun təzyiqini aşağı göstərir və yaxud da yuxarı göstərir. İlk olaraq siz bunu yoxlayırsınız və görürsünüz ki, problem aradan qalxır və turbonu dəyişməyə ehtiyac olmur. Amma bəzən olur ki, siz bunu dəyişirsiniz, görürsünüz ki, həmən bu sensorların özündə heç bir problem yoxdur. Problem həmən bu turbonun özündədir. Orada artıq turbo özü açılmalıdır, ya təmir olunmalıdır
və yaxud da ki, yenisi ilə əvəz olunmalıdır. Əsasən də təmir olunarkən kartridj kimi yenə də qeyd etdiyim hissə var. Həmin o hissə dəyişdirilir. Amma burada bir məqama da riayət etmək lazımdır. Turbo kartridjin dəyişəndə həmin bu kollektor kimi olan hissədə baxılmalıdır. Əgər turbo kartridji həddindən çox, yəni xarab olandan sonra siz mühərriki daha çox çalışdırmamısınızsa, daha çox avtomobil idarə olunmayıbsa və həmin o turbo kartridji kollektorunda is salmayıbsa, siz təkcə olaraq bu turbonun kartridj hissəsini dəyişə bilərsiniz. Yox, əgər artıq kollektor hissədə is salıb və bu deməkdir ki, siz turbonu bütöv şəkildə dəyişməlisiniz. Bundan əlavə bir səhv də meydana gəlir, elektron səhv kimi P2263. Bu o deməkdir ki, turbonun vakuumu ilə bağlı problem var, yəni turbo yaxşı hava çəkmir. Orada da vakuumu rol oynayan bəzi ehtiyat hissələr var ki, onlar yoxlanılmalıdır. Əgər onlarda problem yoxsa, turbonun özündə yoxlanılmalıdır. Və əlamətlər yenə də deyirəm sizə, yağ azalması olur avtomobildə, müəyyən səslər olur, fısıltı kimi səslər verir və avtomobil egzoz borusundan, yəni quşu hissəsindən qara tüstü, avtomobili görürsünüz, saxlayırsınız, gedirsiniz, gəlib işə salındıqda həmən hissədən qara tüstü gəlir və bu da deməkdir ki, turbo sıradan çıxıb. Və nəticə təkrar olaraq qeyd etmək istəyirəm ki, bunların qarşısını almaq üçün siz vaxtında avtomobilin yağ mayesini birmənalı olaraq hər dəfə bunu deyirik, hər verilişdə də qeyd edirik. Yenə də qeyd etməyə borc bilirəm özümüzə ki, avtomobilin mühərrikin yağını düzgün seçməlisiniz və həmən yağ düzgün vaxtında dəyişilməlidir. Tövsiyə olunur ki, həm bizim benzin keyfiyyəti ilə bağlı, həm də tıxacları nəzərə alsaq, tövsiyə olunur ki, 5000 kilometrdən bir turbo mühərrikli avtomobillərin yağ mayesi dəyişilsin. Yəni, vaxtında nə qədər tez, yəni düzgün vaxtında dəyişsəz, turbonuzun da ömrü uzun olar. Bundan əlavə kiçik olaraq bir məqamda qeyd edim ki, turbo mühərrikləri idarə edərkən sürücülər uzun bir yol gəldikdən sonra avtomobili saxlayarkən həmən avtomobili söndürməsinlər. Bir 30 saniyə, 40 saniyə gözləsinlər, ondan sonra söndürsünlər. Çünki həmən o turboda bildiyimiz kimi yağla işləyir, həmən o yağ da, turbodakı yağ da soysun və söndürsünlər. Düşünürəm ki, bu verdiyimiz məlumatlar sizin üçün faydalı oldu. Ünvanımız NZS qəsəbəsi, Xəzər TV-nin yanı Ford Klub Servis.